Deməli dostlar, bura Nabran yoldur. Yadınızdadırsa, aprel ayında sel suları nəticəsində, yəni güclü leysan yağışları yağanda burada olan su ötürücü tutmamışdı və buradan yol dağılmışdı. Ondan sonra Nabrana gedən yol və ərazidə İstisu qəsəbəsi ərazisində bağlıdır. Alternativ yoldan istifadə olunur. İndi ərazidən keçirdim, baxdım görüm necədir vəziyyət. Göründüyü kimi artıq su ötürücü qurğu quraşdırılıb tam. Su da içindən keçir. Bir tərəfi möhkəmləndirilib, bərkidilib. Artıq ikinci tərəfi də möhkəmləndiriləcək. Daş filan tökülür, möhkəmlənir və üstündən asfalt vurulacaq. Yəni işin ən əsas çətin hissəsi görülüb. Yəni ki, yaxın günlərdə, ən uzağı 10 günə, yəni ki, buradan yolun açılmağını müşahidə edərik. Artıq yay mövsümü gəlib, düzdür, havalar yağışlıdır. Bugün də güclü yağışlar yağdı. Yəni ki, iş də onun üçün dayanıb. Nabranda yay turizm mövsümü başlayır, çimərlik mövsüm və buradan ən intensiv istifadə olunan yollardan biri olacaq. Bugün yağan yağışlardır ki, bax, burada da su çoxdur, həddindən çoxdur. Texnikalar oradadır. Hava şəraitinə əlaqədar bugün işləməyiblər, yəqin. Bu da həmin su ötürücünün üzərindəyəm mən. Bu hissədə bərkidilib, doldurulandan sonra asfalt çəkiləcək artıq. Bu da bağlanan yol. Nabran yolu. Maşınlar gəlirlər, oradan dönürlər alternativ yola, kəndin içindən gedirlər, gəlib oradan qayıdıb tezdən çıxırlar həmin yola.